Salam dostlar. Bir fikir axını gəlibdi, hansından bölüşmək istəyirəm sizinlə, elə isti-isti. İndicə evə gəldim və məni balaca oğlum qarşıladı. Belə bir sözlə ki, nə almısan mənə? Tez-tez elə bir şey təkrarlanır. Bu dəfə də həmişəki kimi o sözü işlətdi. Və mən başladım sadalamağa ki, kartof, mandarin, o da deyir, nə? Deyirəm, bunlar da sənin üçündür da, bəs sənin üçün alınır həmçinin də. Yox, mən bunları istəməmişdim axı. Və o zaman mən dedim ki, bəzən biz ancaq biz istədiyimiz yox, bizə həqiqətən ehtiyac olduğumuz bizə verilir, bizə gəlir. Və deyəsən bundan razı olmadı. Ya da ki, razı oldu, qəbullandı, getdi kənarda, yəni öz oyununa davam elədi. Və bilirsiniz, belə bir hallar tez-tez təkrarlanır. Ümumiyyətlə də mən ata olandan sonra ilk vaxtlar ancaq mən dediyim kimi olmalıdır, ancaq hamı mən dediyim kimi eləməlidir bu ailədə və s. və lahir belə kimi yanaşırdım. Amma daha sonra, yəni mən sanki öyrədirdim ki, yox, belə olmalıdır, belə olmalıdır, belə olmalıdır. Daha sonra yəni öyrətməkdən savayda mən başladım izləməyə ki, uşaqların davranışını, yəni necə bəzən onlar bizi göstərirlər hardasa. Yəni uşaq bugünkü günü ola bilər indi nəsə maşın istəyirdi, bir 50 dənə oyuncağı var, bir dənəsində əlavə istəyir, məsəl üçün, ya da ki, nə bilim də elə bir şey istəyir ki, o ona zərər törədə bilər. Məsəl üçün qayçı istəyir, qayçını verirsən, hər yeri kəsi eləyir. Nəzarətsiz saxlasan bəlkə də barmağını falan da kəsib eləyər. Və ona görə də məsələn də indiki yaşında, hələ ki 4 yaşı var, vermirsən elə bir şeyi. Və bu səni başlayır öyrətməyə ki, əslində uşaqda qayçıdır da, səndə də başqa bir istəklər və arzular var. Və bəzən onlar sənə indi gəlməyəndə sən başa düşməlisən ki, demək ki, hələ məsləhət deyil. Anlayırsınız? Yəni bu tək uşağı tərbiyələndirmək və uşağı öyrətmək deyil. Həmçinin də o sənə göstərir bəzən səni kənardan. Prosta sənin üçün nətər deyim, biraz böyük bir şeylər gəlir. Onun üçün də elə bir şey böyükdür da. Yəni qayçı bu dəqiqə ona hələ əl çatmazdı. Bu dəqiqə yəni onun pulu yoxdur onu almağa. Bu dəqiqə hələ ona icazə verilmir. Və o məhdudiyyətlər bəzən onu sıxır. Bəzən onunla razılaşmır, bəzən küsür, inciyir. Sonra baxırsan ki, sən özün də özünü həyatının hansısa bir anında elə aparırsan. Sadəcə biraz daha böyük bir sanki istəklərin var da, biz böyüklər üçün elə. Kainat üçün əslində eyni bir şeydir. Dünya üçün, Allah üçün əslində yəni sənə qayçını versin ya da ki, sənə maşını versin. Eyni bir şeydir. Yəni heç problem deyil. Amma sənin üçün bu daha ağır gəlir sanki. Sanki qayçın var da o etapı keçmişəm axı. Mənə maşın lazımdır məsələn, mənə ev lazımdır, mənə nə bilim də böyük bir şeylər lazımdır, tipa mənim üçün böyük. Və bəzən həqiqətən də yəni bizə verilməyəndə öz həyatında da görürsən bunu. Görürsən ki, əslində hələ hazır deyilsən. Həyat ümumiyyətlə bizi elə gözümüzü açandan bəri öyrədir. Elə bağça, valideynlər vasitəsilə, bacı-qardaş vasitəsilə, sinif yoldaşları vasitəsilə, yəni həyat öyrədir. Nağıllar vasitəsilə belə, karşoqa getdiyimiz zamandan bəri nağıllar bizə danışılır ki, yaxşılıq elə, xeyirxah ol, dünya bunu sənə qaytaracaq. Hər bir yerdə yəni belə bir şeylərə bizə öyrədilir əslində. Sadəcə biz çox vaxtı öyrənməyə hazır deyilik. Bizim çox vaxtı öz hansısa bir istəklərimiz, maraqlarımız olur. Biz deyirik ki, bax mənəm, bir müəllim pozisiyasında oluruq və öyrənmək istəmirik. Həyat isə müəllimi, əgər sən müəllim pozisiyasını seçmisənsə, özündən keçirtməyi öyrədir. O vasitə ilə öyrədir. Yəni təcrübə əsasında öyrədir. Sənə şapalaq vurulur, sənə şillə vurulur. Sən hardasa məsləhətlər verirsən, göstərilir ki, sənin məsləhətlərini dinləmədilər. Sən hardasa özünü ağıllı aparırsan, can yandırırsan, özün həll etməyə çalışırsan kiminsə yerinə, sənə göstərilir ki, bu dəyərləndirilmədi. Sən hardasa pul verirsən, görürsən ki, yəni səni atdılar məsələn.
Yanlış yanaşma odur ki, nə vaxt sən düşünürsən ki, onlar günahkardır. Doğru yanaşma odur ki, nə vaxt mən şagirdəm, müəllim yox. Müəllim üçün hamı günahkardır, mən bir tək mən varam, mən hər şeyi bilirəm. Bəs niyə onda bu vəziyyətdəsən? Deyərlər elə birisinə. Niyə bu vəziyyətdəsən? Çox vaxtında o aşağı təbəqədə yaşayan insanlara diqqət yetirin. 5-10 dəqiqə söhbət kifayət eləyir. Onlar dünya haqqında hər şeyi bilirlər. Şagird isə öyrənir. Öyrənir. Bax elə bu öz uşaqlarına baxaraq, öz valideynlərinə baxaraq, öz qohum-əqrabana baxaraq, öz təcrübənə baxaraq, keçmiş təcrübənə, nəyi mən orada səhv etdim və nəyi mən bir daha elə etməyim ki, mənlə belə rəftar etməsinlər, qarşıma belə bir insanlar yenidən çıxmasınlar və yaxud da yenidən belə bir sual veriləndə mən başqa cür bəlkə cavablayım. Bəlkə bütün körpüləri yandırmayım, elə mübarizə aparmayım. Və uşaqlar çox şəffaf bizə bunu göstərirlər. Yəni mən qızıma da baxanda, elə oğluma da baxanda çox şey öyrənirəm. Bayaq məsələn tezdəndən elə məşq elədiyim zaman Teyfur gördüm durdu, tez ona şalvarını verdim, tez ona corabını verdim ki, geyinsin və görəm corabını geyinə bilmir. Deyir, ay sən nə, bu niyə belədir? Gülmüşəm, köməklik eləmişəm və daha sonra fikirləşirəm ki, gör nə deyir də, bu niyə belədir? Yəni corab səbəbkardır da, günah corabdadır. Corab nəsə belə yaxşı deyil, pisdir nəsə. Da yəni biz də əgər özümüzü elə aparırıqsa, o zaman bizim uşaqdan fərqimiz nə oldu ki? Əgər bizim də həqiqətən də həyatımızda başqaları günahkardırsa, başqa bir şeylər var, bir şey səbəbkardırsa, və böyüyün fərqi də elə uşaqdan odur ki, zamanla o götür-qoy etməyi öyrənməlidir. O daha şuurlu şəkildə öyrənməlidir ki, görəsən məndə hansı dəyişikliklər olmalıdır ki, həyatımda da dəyişikliklər olsun. Bu baş verməsə, yəni hər şey təkrarlanacaq həyatında və durum da dəyişməyəcək, vəziyyət də dəyişməyəcək. Ola bilər dekorasiyalar dəyişsin, amma eyni keçirtdiyin hisslər olacaq. Eyni keçirtdiyin düşüncələr olacaq. Burada filan kəslər səbəbkar və günahkar idisə, pis idilərsə, orada isə artıq başqalarını mən qınayıram və günahlandırıram. Belə, təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o doğru zamanda doğru ünvanlara çatacaq və faydalı olacaq. Hər bir halda bu niyyətlə çəkilibdir. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.